İnsan, gözəl bəstəkar, mahnıları dillər əzbəri olan, əməkdar incəsənət xadimi Tahir Əkbərim böyük məhəbbətlə, rəğbətlə qarşılayıram, salamlayıram. Xoş gəlmişsiniz Tahir müəllim. Qarşıdan gələn bayramlarınız mübarək. Necəsiz? Çox gözələm. Yəni, sizə də mən üzümüzə gələn bayram münasibəti ilə, Dünya Azərbaycanlarının Həmrəyi günü münasibəti ilə təbrik edirəm. Hamıya can sağlığı, uğurlar arzulayıram. Amin inşallah. Çox sağ olun. Buyurun, əyləşin zəhmət olmasa. Söhbətimizi sizlə davam etdirəcəyik. Tahir müəllim, mən bilirəm ki, 2006-cı ildə siz Dünya Azərbaycanlarının Həmrəyliyi günü münasibəti ilə himn yazmışsınız. Bəli. Nədən doğdu bu istək, bu arzu? Bu barədə bizə qısa məlumat verin, sonra klipə baxacağıq. Birincisi, onu deyim ki, o əsər, ulu öndərimiz bizim, yəni, əziz xatirəsinə bəstələnibdir bu əsər. Və sonralar o əsər çox yayıldı. Dünya Azərbaycanlarının, yəni ki, kongreslərində, başqa bir müxtəlif tədbirlərdə, bəli, çox yayıldı. Və çox ölkələrdə o əsər var. Və mən deyim ki, sizə onun da sözlərini mənim dostum, dəyərli bir şairimiz, qələm dostum, yəni Hilal Həsənoğlu, biz bir yerdə qərara gəldik o əsəri yazaq. Amma böyük bir məsuliyyət idi, sözsüz ki. Bilirsiniz, himn həcmi kiçik olsa da, amma onun, yəni, bilirsiniz, böyük yük var, bəli. Və böyük məsuliyyəti var. Və biz sözsüz ki, bilirsiniz, elə bir əsər yazılanda, yüksək peşəkarlıq mütləq olmalıdır. Bəli. Ondan da başqa o əsərdə, bilirsiniz, böyük səmimi hisslər olmalıdır insanda. Və mən hətta belə deyərdim ki, bir müqəddəs ruh yüksəkliyi olmalıdır bu əsəri yazmaq üçün. Və biz, yəni ki, mən deyərdim ki, səmimi yanaşdıq bu işə, ürəklə yanaşdıq bu işə. İndi bir-birinə nə alınır, hər halda onun əks-sədası oldu o əsərin və bu gün də o əsər yaşayır, yəni öz həyatı var. Və mən bilirsiniz, həmrəyli himni o deməkdir ki, bütün dünya Azərbaycanları həmrəy olsun, bir onlara müraciətdir dünya Azərbaycanlarına. Və sözsüz ki, onu bilirsiniz, o əsərdə əlbəttə ki, himnin öz qaydaları var. Himn belə bir forması var, yəni ki, bir nəfəsə sanki çox, çünki 2 dəqiqə yarım əsər olan yerdə sözsüz ki, orada başlanğıc, inkişaf və yekun, bax, bu bir formadır və biz də ona riayət eləmişik. İndi söhbət ondan gedir ki, əlbəttə ki, biz hər il bu, yəni, bax, üzümüzə gələn həmrəylik günü yaxınlaşır və mən istəyərdim ki, mənim dostum Hilal mənimlə bu himn bir 31-i səslənməsin. Həmrəylik daim olsun Azərbaycan milləti. Elə mən də onu vurğulayacaqdım ki, Tahir müəllim, tək dekabr ayının 31-də deyil, elə ilin 365 günündə də həmrəy olaq, bərabər olaq, cəm olaq, amalımızda, fikrimizdə, məqsədimizdə və tam hədəfə vurmağı da bacaraq. Siz dediniz ki, yüksək peşəkarlıq olmalıydı. Əgər başda, əgər Tahir Əkbər dayanıbsa, mütləq surətdə onun ətrafında cəm olan o insanlar da elə peşəkarlıqdan, professionallıqdan xəbər verməlidir. Dinləyək himni, Tahir müəllim. Onu da deyim ki, bu əsəri bizim xor, simfonik orkestr, möhtəşəm kapellamız ifa edir. Bəli. Dinləyək, Tahir müəllim. Buyurun. Təqdim elər Rüstəm, dinləyək. Dalansın
bir insan için onun milli mensubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Biz de bu ifadeleri, bu cümleleri alqışlayırıq, himni alqışlayırıq. Tahir müəllim sözün əsl mənasında Ulu Öndərin səsləndirdiyi hər bir fikirlər bugün bizim dilimizdə şuar kimi səslənir. Onun təqvimimizə daxil etdiyi o əlamətlər, günlər ki var, biz o günləri çox böyük ruh yüksəkliyi ilə qeyd edirik. Təşəkkür edirəm sizə bütün tamaşaçıları adından, Azərbaycanlılar adından təşəkkür edirəm sizə Tahir müəllim. Ona görə ki, bu himni bəstələməklə nə qədər Azərbaycanımıza bağlı olduğumuzu, nə qədər vətənpərvər bir oğul olduğunuzu siz sübuta yetirdiniz. Təşəkkür edirəm sizə. Var olun. Çox sağ olun. Sonda deyəcəkləriniz varsa söyləyin, sonra reklamlara ayrılacağıq. Təbrik edeyim. Mən yenə də Dünya Azərbaycanlılar Günü münasibəti ilə bizim xalqımızı təbrik edirəm. Yeni il münasibəti ilə təbrik edirəm və ümidvaram ki, bu himnin əhatə dairəsi biraz da böyüyəcək. Bu əsəri çox adamlar dinləyəcək və həmrəy olacaq. İnşallah. Çünki mən kadrlara baxdım. Azərbaycanımızın tarixində yaşanan o önəmli məqamlar bu qısa vaxt çərçivəsində əhatələnmişdir. Təşəkkür edirik sizə Tahir müəllim.